bütün satış prosesləri ünsiyyətdən sonra nə ilə başlayır? Təqdimatla başlayır. İstəyir məhsul, istəyir və yaxud satdığımız hər hansı bir xidmət. Bunun da başında birinci satçının özü durur. Ki, mən birinci özümü düzgün şəkildə təqdim eləməliyəm. Çünki bir müştəriyə məhsuldan da vacib, birinci onun partnyoru önəmlidir. Mən məhsulu kimdən alacağım? Mən kiminə işləyəcəm? Mən bu adamla davamlı çalışa bilərəmmi? Ona görə də birinci şəkildə bir satış adamı, bir satış idarəçisi özünü təqdim eləməli bacarmalıdır. Yəni, özünü satmağı bacarmalıdır müştəri qarşısında. Mən özümü təqdim elətdirmədən, düzgün şəkildə müştəriyə qəbul elətdirmədən, mən məhsulumu təqdim elətdirmək çox çətin prosesdir. Çünki o düzgün şəkildə təqdim eləyib bilməsə özün, ola bilər o anda o məhsulu da ala bilər səndən. Amma sonraki bu işin davamlığında sənin üçün problemlər yaratacaq. Ona görə də ilk növbədə bir satış adamı, bir satış idarəçisi özünü düzgün şəkildə təqdim etməyi bacarmalıdır. Həm müştəriləri yanında, həm də öz komandasının içərisində. Yəni, bu insanlar bunu düzgün şəkildə olduğu kimi qəbul etməlidir ki, həqiqətən də bu insan budur. Bu işin ən vacib tərəfidir.